Götürürlər Azərbaycanlı uşaqların götürürlər. Keçən dəfə Özbəkistan 8 nəfər falan. Ya da 10 sayı deyir. Orada adam danışır ki, deyir ki, qoymadığı bayrağı şey. Dedi ki, utanmırsız bayrağı yığışdırın bayrağı. Azərbaycan bayrağını çıxarın. Gör nə vəziyyətə gəlib ki, tamaşaçı adam qoymayıb ona da çıxartmağa. Utanmırsız bu nə komandadır? Nə edirlər bu əzlaflar? Götürürlər məsələn uşaqları satırlar. Elə bil ki, bunun özü cinayət. Uşaqları götürüb, nəinki onun üstündə o menecer kimi pul tutma, bu götürür. Elə bil ki, meşok daşıyır. Deyir ki, məsələn, sən deyirsən oradan, məsələn, Məhəmməd deyir ki, oradan bir dənə mənə 3-4 dənə meşok gətir, orada nə edirlər olar? Onlar ona görə $500 hər üçün. Bu insan alveri sayılır bu. Sən bu adamı aparırsan, ikinci bu dövlətin bayrağını da onun altına çıxarır. Alçaq gedə, belə şey adam eləyər. Bunlar haqqında, bunların arxasında kim durur, bunlar kim təşviş eləyir. Mən bir dənə uşaq gəlib bizə, günlərim, onu brevə bir uşaqla onu döyüşə qoyur, bu uşaq çox zəifdir. Mən deyirəm, yox, valla, oradan falan verildi. Deyirəm, bala, olmaz, mən sənin arxanda gedir, mən sənə məsləhət görürüm. Onu meşok kimi aparmaq istəyir ora.